Salam, necəsiz qızlar? Bu günləri fevralın 14-ü. Bütün sevgililəri təbrik edirəm. Bizdə bu sevgili sözünü çox belə iki cür qəbul edirlər. Məsəl üçün, hər illi olarsa, nişan yoxdursa, nişana qədər sevgili sözünü çox gözəl qəbul edirlər. Lakin, yəni ailəli qadınlarda münasibəti ciddi, nə bilim, yəni ortada təmiz münasibət varsa, hər iki tərəf subaydırsa, o sözü artıq heç kim yaxşı qəbul eləmir, elə münasibətdə olanlara. Halbuki, mən türklərə baxıram, seriallarda çox eşitmişəm. Aşk-ı Memnu'da da Adnan Bihterə həmişə sevgilim deyir və başqa seriallarda da çox görürəm. Başa düşürəm ki, bir dənə bizim cəmiyyət sevgili sözünü pis yerə yozurlar. Niyə belədir, anlamıram. Bunu heç cürə mənə çatmır ki, sevgilim. Necə gözəl bir sözdür. Sevgilim, mənim sevgilimdir. Sevgi. Burada pozğunluğa aid bir söz yoxdur axı. Niyə bizim qadınlarımız sevgilini pis qəbul edirlər? Onun başqa bir adı var. Yəni sizin düşündüyünüz olan o münasibətin adı nə bilim saxlayır. Bilmirəm də, yəni çox da məlumatım yoxdur o barədə. Bilmirəm. Nə bilim nəyi, biri də yadıma düşdü. Deyirlər əskiz. Türklər deyir, metrəsi. Bizdə bilməm o tam necə deyilir o söz. Artığı, nə bilim belə bir şeylər. Nəysə, ümid edirəm mənim bu çıxışımdan sonra sevgilim sözünü çox gözəl qəbul edərsiniz. Nəysə ki, bütün sevgililəri təbrik edirəm. Həmişə sevib seviləsiniz. Sen kurasanın gelsin. Çayı da süzeceğim. Dersen Kurasanın özü derdi. Buna bak. Gel yanıma. Elbi bir.
Beş manat olan sizde. Yok hiç. Canlı çay. Aha. Çok güzel. Nerva baxırsan? Nədir bu? Və bunu mənə atam almışdı. Bu sırğanı. Atma. Atmıram, satıram. Nə atıram? Hə, bunu da ki babama almışdı, nənə. Mənə 10 yaşım olanda almışdı. İbrahim Mərvanın ad günü təbrik edir, amma necə qorxutdusa. Hə, mama qızı. Merhaba, necə böyümsün? Mənə çatmısan, Merhaba. Bu günləri məndən çanta istəyirdi. Nədir? Nədir, nə qəşəng şeydir. Əl krem. Bu da qızlar. Oo. Dedim anam qızlar. Hə? Sio, de sırqalar bu. Dedi bilirsən. Nə qəşəngdir Mən də Mərva. maşındadır, Doğrudan göstərərəm. qəşəngdir ha. Ana, nə super. Hə, super. Merhaba orası olduğunu bilmirdim mən. Hə? Allah'a gözümdə var, bilmirdim Hə, burası. görsən, havaldır Mərva sənə. Qızlar, bu təzə gəlib. İlk dəfə də görürəm. Mən hətta bayaqları elə bildim ki, bu prosta toz kimidir. Əməlli kremdir. Saat içində nə xəbərim var? Hə. Nə oldu? Nə oldu? Nə? 9 yaşım oldu. O nədir? O nədir? Qəşəng oldu. Qəşəng oldu. Aslında eve gələndə yeməklər sonuçda dufular yerində. Yenə də hamıdan tez gəldik. Taksi gəlir.
Ne geçeydi? Hediye taşkarla bu budur. Ayamın anası. Aha. Böyle Gel, taksi geldi. Çantamda məktub yazıb. Hə. Oxumuşam bana yazıb. Hı, aç. Açıram. Ne geçeydi? Bakın. Ne geçeydi Merva. Sio, bu da sənin təzə çaşqan. 2 tane var. 2 dənə nədir? Hem de pamuk ponydi. Hə, o əlindəki labubuya baxın balaca. Ay, çox sağ olsun Məryəm. Çox ağıllı qızdır Məryəm. Onun da ad günündə sən onu hədiyyə alacaqsan. Yazıb ama sertifikada. Hə. Merve Ağçınır bayan. Hem sen yaxşı şagirdsən. Əminəm sən yaxşı oxuyursan. Hə, sonra? Onu heç nə Ha, bilmirəm. əla. Şəkil də çəkib. Baxım şəkil və. Saltoşam onu. Öskürürsən? Yox. Məktəbdə öskürmüsən heç? Heç nə. Hə, yaxşı. Ha? Güneş qoymuş bizə bu işi. Yum göstərdim. Heç. Ay Allah. Mavi diyordu. Sən paltarın rəngində. Mervan'ın sinif yoldaşı Ləman. Təbriklər. Zeynep, bu da Ləmanın bacısı. Ay. Bir manat bir düştü. Bir manat değil, 100 manat. Mama. Hardadır? Put indi devam edir. Zahir. İkisi de yine oturdular. Bu nədir? Birini ver Zeynep'e. Belə babayım. Bu da Ləman sen götür. Aç. Diyen. İti ben yiyeceğim. Samuel'im. Sen minmişsən də samolyotda. 2 dəfə sən samolyotda olmusan. Hə, yaxşı. Mən də kim? Sən atlara minmək. Atlara. Mən səni aparacağam. Hə. Amma arzusudur da, niyə? Apararıq da şeydə. May ayında apararıq bunları. Hə də. Səni aparacağam. Əl çalır. Vuu, Merva. Gəl sən öpüm. Mən də təsbihimi etdim. Nə var səncə burada? Yaxşı, ən sənin xoşuna gələn bir şey almışam. Gəl bax. Mən bilirəm. Xoşuma gəldi. Hə. Başqa da var. Gəl bax bunu aç, bunu. Orada corabındır. O da hədiyyədir də. Çox qəşəng corabdır. Yəsən biri ayağındadır, pantikli mantikli. Hə. Biri ağdı, biri qara. Ala, bunu da aç. Ay, kora düşdüm ben. Toprak üstüne düştü. Benim aldığım da kremi. Hə.
Məsələ budur Mərva. Sən canım taxırım deyək. Sən qıza sırğa almışam. Orada tam dəqiq bildirmədim. Qızlara belə göstərim. Şuna mənə bu taxım. Suzana, sən taxa bilərsən Mərvaya. Gəl Mərvə taxım sən. İçi bütün pişmiş krem, şokolad, dondurma dadındadır. Bəyəndin? Çox dadlıdır. Bundan sonra sifarişimi bundan gələcək. Çox qəşəng tortdur. Bütün içərisi qozlandı deyəsən, hə? Mən hələ bir damcı ağzıma gedib, çox ləzzətlidir deyə qızlar. Mərvaya belə bir sırğa aldım. Çox bəyəndim dizaynını, belə yarpaqlar. Böyüklər üçün olsaydı belə özümə alardım. Gümüş olduğu üçün düşündüm mən bunu qaytarım. Ondan sonra uşağa qızıl alım. Evə getdim, yatdım, amma yenə də qızlar doya bilmədim də yuxudan. Gəldim Mərvanın dalıcan. Mərva dərsdən sonra hazırlığa qalır axı. Saat 3-ün yarısına kimi, 3-ə kimi. Əslində çox yorğunam, amma Gənclik Malla gedib bunu dəyişmək istəyirəm. Qaytarmırlar. Qaytarma yoxdur, nə əcəbsə, bilmirəm. Amma görüm nə ala bilərəm. Özümü salım. İndi 50 manatlıq orada heç nə tapa bilməyəcəm də. Gərək pul xərcləyim, artıq pul qoyum, nəsə alım. Nə gözəldir bu qız. Çox güzel. Hara gedirik? Biz deməyəcəz mənə. Bir gün evdə rahat yana bilmədim. Sifətinə. Amma da getmir. Eşək. Amma da getmir də heç yerə. Yorulmaq mən. Mən evdə oturub rahatlıqla uzanmaq istəyirəm. Mən getdim səndən sonra. Səni dərsə qoydum, getdim evə, rahat yatdım. Mən də istəyirəm da. Sən dedirsən, mən qalıram belə. Hara? Gənclik Malla. İstəsən sənə bir şey apara bilərəm. O uşaqlar üçün olur, Lego kimi yerdə. Yox, mən istəyirəm evə. Görürsünüz bu necə ağıllı qızdır. Mən pizza istəyirsən, Ay! dönər istəyirsən, Yox. burger istəyirsən. Ay! Bu uşaq çöl yeməkləri sevmir. Bu deyir ancaq mənə dolma ver, aş ver. Nə olar? Mən evə. Yorulmusan. Mən duram. Dəx oraya getmişəm, dəx buraya getmişəm. Mən yoruldum. Gərək deyirəm ki, hələ gedək nənəgilə sumkavı qoy, ağır olacaq. Mən bunu qaldıra bilmirəm. Bu gəncim olar. Ağırdır. Gəncim istəmirəm. Mən inanmıram. İndi görəcəyəm sən çəkim. Getməyəcəksən. Bu mənim gözəllərim 24 fələklik dəftərim məktəbçim. Bu mənim silcim, məktəb silcim. Bu mənim məktəb səpicim. Bu mənim həftəşlərim. Bu mənim təhsillərim. Bu mənim Kromi ən sevdiyim deyim. Bu mənim məktəb üçün elədiyim. Bu müəllimə üçün. Bu mənim üçün qalan Kromidir. Krom yana bilmirəm çünki Kromin həstəsi deyə bilərəm. Sonra, 20 manat getdi. Bunu aparmışım. Kızlar, bak. Qızlar videomu burada sonlandırıram. Məndə yuxum gəlir. İndi yatacağam, amma biraz deyəm söhbət eləyək. Sonra da sağollaşım, bu vlogu bitirim. Mənim əlimdə sadəcə bir vlog qalıb. Onu da hazırlayıb paylaşacağam və
bundan öncə çəkdiyim vloqlar idi onlar. Qısa-qısa belə çəkmişəm. Bir də məndə qışdan yaya qədər olan videolarım var. Onlardan da vloq hazırlamaq istəyirəm. Yəni çəkmişəm də. Yəqin ki, maraqlı olar, izləyərsiniz. Deməli, nə danışım? Çantamı bəyəndiniz yoxsa yox? Mən çox bəyəndim. Həmişə istəyirdim ki, elə modeldə bir çantam olsun. Bizdə bu illəri sevgililər günü belə keçdi də deyim. Biz sadəcə getdik. Every night are we paradise seems so far away. Still I try to buy myself some time to get me to that place. Getdik Gənclik Moldan aldıq, o getdi işə. Belə qızlar, ad günü necə keçdi? Bəyəndiniz Mərvanın ad günüsünü? Keçən il də ona ad günü eləmədim. Video var, vlog var, ad günü vlogu. Mən Mərvanı götürdüm, getdik Qəşən restorana, Crescent Mola. Orada Sunshine. I think I found it now. Çox sevindi. Yəni o vlog çox maraqlı vloqdur. Bu ildə dedim ki, evdə eləyəcəm. Mərva restorandan çox ev istədi. Ona görə düşündüm ki, Mərvanın sinif yoldaşı var, elə iki bacıdırlar. Anasından da mən rəfiqəyəm. Dedim elə siz gəlin, heç kim çağırmayacağam da. Evin içində qeyd eləyərik. Nəysə ki, dedim də sizə ki, mən getdim Mərvaya gümüş aldım. Düşündüm ki, gümüş də, yəni biraz böyük qız olsaydı, yəni o uşaqdır, onu dəqiqə başa sırğasını çıxarası deyil, amma ondan sonra elə qızıl alım. Nəysə ki, o gümüş qaldı, onu dəyişməliyəm. Oradan 250 Musa nəsə, Musa Jivalyeri belə bir ad var. Elə oradan 250 manat dedilər, endirim elədilər 220 manata. Çox qəşəng belə ulduzlu, fərqli bir model idi. Mən çox baxdım, Sumada da baxdım. İnanın ki, dəhşətli də qızılların qiyməti, bax balaca bir şey. Necə baxadı da qızıllar, dəhşət qalxıb. Düşündüm ki, yaxşısı onu alım. Sonra Mərvaya yəni dəhşət xərc çıxdı da evdən. Deyirsən ki, evdə qeyd edirəm, amma nə qədər xərc çıxdı, heç nə yox. Elə çərəzlərə 30 manat verdim, şirniyyata 60 manat verdim. Ondan sonra etdiyim bazarlıq 110 manat deyəsən biri elədi, 50-60 manat biri elədi. Buradakı marketdən də düşdüm aldım. Sonra Mərvaya, nə biləm, gördünüz də belə, nədir o, bəyən bir dənə oyuncaq aldım ona, deyəsən onda 20 manat idi qiymət. Əslində çox ucuz olduğu üçün aldım da, keyfiyyət əla, amma yəni başqa yerdə o qiymətə deyil də, bahadır onlar. Sonra paltarını Mazakiyadan aldım, 80 manat idi, 50% endirimdən 40 manata aldım. Sonra nə aldım Mərvaya? Corab aldım Kotondan 2 dəst, belə qəşəng güpürlü, onlara 10 manat verdim. Nə bilim, indi inanırsınız, yadımda deyildi, hamısı videoda var. Sonra nə aldım? Açki aldım, onu Ador'dan almışdım, o açkini, endirimdə idi o da, deyirsən, nə bilim, 10 manata mı, yoxsa 15 manata mı? Şarlara 30 manat pul verdim. Bir də tort, mənim podruqam, pastacı az. Səkinənin tortları doğrudan çox dadlı olur. Çox dadlı olur da. Yəni mən artıq 3-cü dəfədir o hazırladığım tortlardan yemişəm. Çox bəyənmişəm də. Fərqli bir tamdır. Yəni sanki bir desertdir mi deyim, belə qəribə bir qaymaq adamın ağzında. Nə bilim də necə izah eləyim də. Rojdan dadındadır. Bir 600 manat getdi. Mən bu qədər təsəvvür eləmirdim də. Yəni mən elə bildim ki, bir 200 manatdan falan. Əslində 600 manat elə mən o boyda ad günüm qeyd elədim 600 manata, amma indi burada tək yeməyə getməyib axı pul, şarlardır, nə bilim, şarıdır, paltarıdır, tortu pulu alınmadı məndən. Yəni tort olsaydı keçəcəkdi, 600 də keçəcəkdi. Ancaq ki, yəni həqiqətən o qiymətə restoranda eləmək olardı, amma Mərva evdə istədi də. Belə. İndi sırğa alındı, lazım idi. Ona görə elə bir ki, çox görsənir pul bəlkə də, hə də. Amma toplamayam, bu qədər pul xərclədim. Qurban olsun hər şey ona. Mən istəyirəm ki, mən Mərva üçün hər şey eləyim. Burada videonu söndürüm, gedirəm yatmağa. Mən videolarımı bəyənirsinizsə, dəstək olmağı unutmayın da qızlar. Mənə elə də kəşfətə salır. Bəyənsəz videolarımı YouTube daha digərlərin qarşısına çıxarır. Hətta başqa ölkələrə qədər çıxır videolar. Özünüzə yaxşı baxın.
Gələn vlogda görüşənə qədər.